Verilişin baş sponsoru İtalyan Məişət Texnikası Bompani. Verilişin baş sponsoru Milana Hospital. Hanımlar ve cenablar, Talk Show'nun aparıcısı Nurane Güler. Akşamınız xeyir. Akşamınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. Xoş gördük hər birinizi. Auditoriyada nə yaxşı qonaqlarımız var. Xoş gəlmişsiniz. Axşamınız xeyir olsun. Əhval-ruhiyyə necədir? Yaxşıdır? Yaxşı olacaq inşallah. Bugün bilirsiniz ki, hər həftənin 3-cü günü bizim studiyamıza özünə iş axtarmaq istəyənlər buyururlar. Bugün də gəliblər, xoş gəlib, səfa gətiriblər. Ümid edək ki, özümüzə layiq olan iş yerini bugün buradan taparıq. İnşallah. Dəyərli qonaqlarımız var, mənim əzizlərim. Qonaqlarımızı salamlamaq istəyirəm. Fikrət müəllim, xoş gəlmişsiniz. Çoxdan da görünmürdünüz. Necəsiz Fikrət müəllim? Fikrət müəllim Mədəniyyət və İncəsənət Universitetinin dosentidir, çoxlarının müəllimidir, həmçinin mənim. Və bugün mənim əzizlərim Milana Hospitalın dəyərli həkimləri bizimlədilər. Mən onları salamlamaq istəyirəm. Doktor Səriyə xanım bugün bizimlədir, vertebrolog. Xoş gəlmişsiniz Səriyə xanım, axşamınız xeyir. Və doktor Vəfa xanım bugün bizimlədir, nevropatoloq. Xoş gəlmişsiniz. Və belə deyim də, hər həftənin 3-cü günün qəhrəmanı kim olur? Səidə xanım bugün bizimlədir, Real Center MMC-nin direktoru. Xoş gəlmişsiniz Səidə xanım. Axşamınız xeyir olsun. Belə, hər kəsin əhval-ruhiyyəsi yerində, qonaqlarımızın da əhval-ruhiyyəsi yerində. Amma indi bizə Səidə xanım yaxşı-yaxşı iş yerlərindən söyləyəcək, boş vakans yerləri deyəcək, bizim əhvalımız daha da yüksələcək. Siz başlayın biraz boş iş yerlərindən söyləməyə, biz də diqqətlə qulaq asaq, görək bizə lazım olan iş yerləri gətirib mi Səidə xanım? Buyurun. Axşam istəyirəm, Nurane xanım, önceliklə sizləri, ekspertləri, auditoriyada oturan tamaşaçılar və ekran qarşısında oturan tamaşaçıları salamlayıram. Hər zaman olduğu kimi vakansiyalarımız yenilənib. İnşallah bugün də bura ümidlə gələn insanları işlə təmin edə bilərik. İnşallah. Olsun. Bir neçəsini söyləyək mi? Aha. Necə istəyirsiniz? Buyurun. Xanımlar üçün, xanımlardan başlasa daha yaxşı olar. Aha, bugün xanımlarımız da var, xeyli xanımımız var. Aha. Burada gənc xanımlar görürəm. Xanımlar üçün şirkətlərdə operator işlərimiz, resepsiyon işlərimiz var. Əmək haqqısı 300-350 manat əmək haqqından başlayan. Xanımlar üçün təmizlik işlərimiz gəlib, restoran sistemlərində işlərimiz gəlib. Bəylər üçün mühafizə işlərimizdir, sürücü işidir. Santexnikdir, elektrikdir, tikinti sayəsində işlərimiz var. İstəsəz danışmaq uyğun vakansiyalar yönləndirək. Yox, birinci gəlin xanımlardan başlayaq. Səidə xanım, siz dediniz o resepsiyon, düzdürmü? O xanımlarda yaş həddi və yaxud nəsə tələb olunur, kriterlər nədir onlar? Görək xanımlar arasında varmı beləsi? Resepsiyon xanımlarda daha çox rus dili, ingilis dili və kompüter tələb olunur. Ancaq operator xanımlarda rus dili, kompüter və ingilis dili ehtiyac deyil. Sadəcə normal nitq qabiliyyəti olmalıdır. Xanımlarımızın arasında var mı? Sizdə, siz. Sürücü, doğrudan. Xanımımız sürücü. Alın görün mikrofonu. Xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür edirəm. Əvvəl müsürü heyətini salamlayıram. Mən 8 ildir sürücü işləyirəm. Firmada şoför işləmişəm, həkim şoför işləmişəm. Pravam var, öz maşınım var, şəhəri də tam tanıyıram. Yəni, xahiş edirəm, işinə təmin eləyəsiniz. Əla, belə xanımları alqışlamaq lazımdır. Mənə elə gəlir ki, siz ailə sürücüsü də işləyə bilərsiniz. Bax, buradan mən xahiş edirəm operatorlarımız xanımımızı iri planda göstərsinlər. Ola bilər ki, elə ailələrimiz var ki, məsələn, siz öz ailəniz üçün, həyat yoldaşınız, uşaqlarınız üçün bax, belə bir xanım axtarırsınız ki, şəxsi ailə sürücüsü olsun. Cavan xanımdır, görünüşü gözəl, danışığı çox yaxşı, yerində. Var belə ailələr ki, axtarır. Proqramın sonuna qədər xanım bizimlə olacaq, zəng eləyə bilərsiniz. Var mı belə bir boş yer? Belə bir vakansiya uşağın valideyni qızının məktəbə aparılıb getirilməsi üçün istəyirdi. Düzdür, hal-hazırda vakansiyamız aktiv deyil. Siz istəsəz başqa vakansiyalara yönləndirə bilərik. Yox, sırf sürücü istəyirsinizsə, əlaqə nömrələrimizi ancaq sürücü istəyirsiz, hə? Əgər olarsa yönləndirək. Sürücü də işləyə bilərəm, mühafizə xidmətində də işləmişəm. Sizin şəxsi maşınınız da var? Bəli, şəxsi maşınım var. Təzə maşındır, 2015-in Hyundai Elantra. Amma yəni qəbul eləyərsə mən öz maşınıma, eləməzsə onların maşını ilə. Çox gözəl. Ailə sürücüsü olaraq xanımın özünün avtomobili var. Təzə avtomobildir.
Yəni buyurun, telefon nömrələrimiz sizin ixtiyarınızdadır. Zəng edib, bax bu xanımı işə dəvət edə bilərsiniz. Sonra orada bir cavan qız əyləşib. Zəhmət olmasa verin mikrofonu o xanıma. Əlində də bir qızıl gülü var. Qızıl gülü gələndə bura kim verdi sənə? Kim verdi? Müəllimlərdən biri verdi. Müəllimlərdən? Hansı müəllimlərdən? Burada bizim liderin işçilərindən. Doğrudan deyirsiniz, operatorlardan. Öyrənəcəm kim verib. Hə, de görüm adın nədir, yaşın Adım neçə? Şahnazdır. Mən də iş axtarıram. Kompüter işini bilirəm. Rus dilini mükəmməl bilirəm. Kompüteri İndiki bilir. hansı sahədə işləmisiniz yoxsa? İşləmişəm. Sosial müdafiə fondunda da işləmişəm. Aha, Rus dilini də bilir xanım. Bəli, Operator işləri istəyərsinizmi? istəyərəm. O zaman xanım operator kimi yönləndirə bilərik. İnqilab ərazisində saat 10-dan 5-ə kimi iş vaxtı, 300 manat əmək haqqı. Aha, verin mənə zəhmət olmuş onları. Səidə xanım. Yaxşıdır, Səidə xanım dediyin razısınız. Bəli, razıyam. Neçə yaşınız Mən var? 32 yaşım var. 32 yaşım var. Aha. Gülü də möhkəm saxlayırsan əlində. Sonra qulağıma deyərsən, görüm gülü sənə kim verib. Aha, əla. Gedin, zəhmət olmasa gözləyin. Proqramın sonunda Səidə xanım sizə yaxınlaşacaq. Aha. Sonra bir xanımımız da var burada. Siz bu xanımımız da görək. Sənəti nədir? Salam. Saralıyım. Heç arada işləməmişəm indiyə kimi. Neçə yaşınız var? 27. Ailəlisiniz? Bəli. Övlad da var? 2 qızım var. 2 qızı, həyat yoldaşı da var? Var işləmir də. Heç arada Bəs o hardadır indi? Niyə gəlməyib o da özünə iş axtarmaq istəmir? Gec gəldiyi üçün yəqin çox. İçəri buraxmadılar. Buraxdırarsınız onun həyat yoldaşını içəri. Burada içəri buraxmamaq söhbəti yoxdur. Belki gəlmək istəmədi. Nə? Hə, deyin görün. Ailədə 2 nəfər işləmirsə əlbəttə çətindir. 2 nəfər Rastalar işləməlidir daha ki, ailə özünü dolandıra Yəni bilsin. harasa da gediriksə deyir işləməmisinizsə iş yoxdur. Belə də versələr amma ki. O çətinlik işləyib yaradacaq öyrənərəm də. sizə. Yəni 27 yaşa qədər əgər heç bir sənətə sahib olmamsa o çətinlik yaradacaq sizə. Yenə də Səidə xanım sizə nəsə bir iş Xanım, təklif eləyər. yaşlıların vakansiyalarımız çox ola bilər. Sadəcə xanım hansı sahədə özünü görür, hansı sahədə çalışa bilərsiniz? 2 nəfər gəlsin bura. Məsələn, özünüzü harda belə deyim də göstərə bilərsiniz? Nə işləyə bilərsiniz? Marketdə istəyirsiniz? Satıcı kimi. Heç işləməmisiniz? Heç işləməmək Ola söhbəti var. bilər, Yasamal arasında ola bilər, Ayna Sultanovada, Yəni ki, bir Gənclikdə müddət öyrənə bilərəm də. Ma- Ya bir ay öyrənim. Maaş Problem yox. verilməsə, Olsun, öyrənəcək. Bir həftə öyrədilər. 12 saatlıq iş qrafiki, 300 manat əmək haqqı. Olsun, öyrənəm. amma bir həftə gedib öyrənəcəksiniz. Çox gözəl. Gedin, zəhmət olmasa, buyurun. İstəyirəmsə öyrənəcəm. Əlbəttə öyrənəcəksiniz. Gözləyib proqramın sonuna qədər, buyur. Hə, gedirsiniz, Səidə xanımı gözləyirsiniz Axşamınız xeyir proqramın olsun. sonuna qədər. 3 Mən də nəfər market- gətirsin, zəhmət olmasa gəlsinlər, əyləşsinlər. Buyurun. Axşamınız xeyir. Axşamınız xeyir. Marketdə mən də elə satıcı ya fəhlə də olsa olar, fərqi yoxdur. İşləmisiniz heç? İşləmişəm rayonda, burada yox. İşləmişəm. Hansı rayon? Lənkəranda işləmişəm. Lənkəranında. Neçə il işləmisiniz? 2 il işləmişəm. Meyvə yəni bölməsində, su bölməsində işləmişəm marketdə. Ailə var, Bəli. uşaq da var. Bəli. Ailə oradadır. Yox, burdadır, mən özüm Xırdalında qaldım. Ev var burada. Bəli. Eviniz var. Gözəl. Market elə marketdir. Rayon olsun. Söz. Mən bilmək istədim ki, görüm ailə uşaq oradadır, yoxsa yox. Ailə uşaq orada olsaydı deyəcəkdim qayıt geri. Yox, evimiz burdadır, yəni onun üçün. Buradadılarsa burada iş tapmaq Yaş neçə oldu lazımdır. sizdə? Yaş 35. 28 arasında marketdə fərqli ola bilər. Ondan 11-ə kimi iş saatı 300 manat əmək haqqıdır, ancaq artan əmək haqqıdır. Nizam metrosu yaxınlığında satıcı işi ola bilər. Saat 9-dan 8-ə kimi. Orada isə birinci ayın əmək haqqısı 300-dür, ikinci aydan artacaq. Bunun fərqi yoxdur olsun. Niyə başınızı belə yerlədirsiniz? Niyə? Səidə xanımın axırıncı dediyi iş yeri də görüm nə dedi? Səidə xanım bu dəqiqə vakansiyaları söylürdü. Axırıncı iş yeri nə dedi? Bilmədiniz? Niyə bəs? Diqqətiniz Səidə xanımda olsun da, o bir vakansiyaları deyir. Hansı sizə uyğundursa o dəqiqə yerinizdən deyin ki, o yer mənə uyğundur. Onun diqqətiniz orada olmur, sonra verilişin sonunda deyirsiniz ki, mənə iş olmadı. Bəli. Heç olmasa işarə edin, əlinizi qaldırın ki, biz Diqqətiniz onda olsun, onun dediklərində olsun. Yəni diqqətiniz məndə olmasın, onda olsun. Nə oldu indi? Yəni xanım mənə. Necə? Müdiriyyətlə danışıq qədər. Hə, Səidə xanımın bir yaralı məsələsi var. Bu məsələyə toxunacağıq. Mən xahiş eləyəcəm hər birindən. Gəlin əyləşin. Gəlin, xoş gəlmisiniz. Gəlin əyləşin. Mən çox xahiş edirəm. Bax, bizə müraciət edən, çıxış yolla müraciət edən və iş axtarmaq istəyən, özünə iş tapmaq istəyən hər bir kəsə
Səidə xanımın sizə dediyi ünvanlara müraciət edirsiniz, zəng edirsiniz. Bax, açıq-açığına deyəcəm. Ötən həftə bir oğlan biz buradan Səidə xanım söylədi ünvana. Özü də Səidə xanım söyləyəndə sizin hər birinizə deyir ki, səhər saat 10 ilə 12 arasında zəng edin. Ümumiyyətlə, iş üçün müraciət edəndə bilirsiniz ki, günorta saatlarında artıq nahar fasiləsidir. Yəni, 10-dan 12-yə qədər normal vaxtdır ki, siz o adamlara zəng edəsiniz. Adam Fikrət müəllim axşam saat 10-da, 10 radələrində zəng eləyib, özü də belə bir ifadə ilə, ifadəni bilmirəm deyim, deməyim, deyəcəm amma. Zəng edib ki, qaqaş, mənə demişlər ki, sizə zəng edim, harada görüşüb söhbət edə bilərik? Bu formada müraciət etmək olarmı? Sizcə o adam, bu formada müraciət edən adam özünə işçi götürərmi? Təbii ki. Hə, götürməyəcək. Ona görə çox xahiş eləyirəm sizdən. Diqqətli olun, hansı saatda zəng eləyirsiniz, o saata fikir verin. Adamla danışanda mən bilirəm ki, siz çox gözəl danışmağı bacarırsınız. Sadəcə olaraq zəng etməzdən öncə də deyin ki, mən indi bu adamla elə tam danışacağım ki, adam mənə deyəcək ki, dur tez gəl, səni artıq mən görmək istəyirəm. Danışıqdan çox şey asılıdır. Ən əsası da belə bir dövr gəlib ki, bilirsiniz necədir? Baxmayaraq ki, Ramiz Rövşənin gözəl bir kəlamı var. Deyir ki, çörəyin daşdan çıxırsa qanacağını enirsən. Ancaq indi artıq başqa dövrdür. Düzdür. O elə bir dövrdür ki, biz mütləq heç olmasa etiket qaydalarını saxlamalıyıq. Əgər siz gedirsinizsə, deməli siz o məkanı axtarıb tapıb, həmin o şəxsin yanına gedib, heç olmasa nəzakətlə söhbət etməlisiniz. Deməli, bizim ehtiyacımız var da, Bəli. bizim ehtiyacımız varsa, biz nəzakətli olmalıyıq ki, o adam da bizi bəyənsin. Sonra getdiyimiz yerdə mütləq geyimimizə fikir verək, saç düzümümüzə fikir verək. Üzü belə deyim də, tüklü vəziyyətdə getməyək, mənim əzizlərim, çox xahiş eləyirəm sizdən. Sonra o adamlar deyirlər ki, sizin tərəfinizdən bizə göndərilən adamları biz bəyənmədik. Mən istəmirəm bu sözü eşitmək. Mən istəyirəm ki, bizim proqramımızın adından gedən adamların hər biri bəyənilsin və bizə zəng edib təşəkkür etsinlər. Danışdıq. Danışdıq. Əla, mikrofon sizdədir hələ də. Nə oldu? Bilmədim, xanım, göndər. Hər iki işi də təklif etdim bəyə. Fəhlə və satıcı hansını istəyirsə ona yönləndirə bilərik. Fərqi yoxdur, mən dedim elə. Gəlin bura. Verilişin axırına qədər siz düşünün, daşının, verin. Yanınızda bax, cavan oğlan var. Verin ona mikrofonu. Gözləyin. Nə deyirsiniz? Fəhlə. Buyurun, zəhmət olunsun. Axşamınız xeyir. Bakı şəhərində yaşayıram, Əsgərov Nurlu. Aşpaz köməkçisi. Praktikam yoxdur, işləməmişəm deyə. Aşpaz köməkçisi. Var mı bizdə belə bir yer? Yox, aşpaz köməkçisi kimi bir vakansiyamız yoxdur. Həm ki, bəylərə görə. Mühafizə olsun, xanım. Yaşınız neçədir? 30 ol, 30. İndiki hansı sahədə çalışmısınız? Mən otel sistemində işləmişəm, ofisiant. Otellərin Rus adını dili ya çəkdim. İngilis dili hansı? İngilis dili, Rus dili anlayışım var, O bilmirəm. zaman sizə ofisiant kimi yönləndirə bilərik otelə? Otelə? Bəli. Bəli. Yəqin ki, otelin restoranına. Oteldə hal-hazırda təcili ehtiyac var. Otel sistemində işləmiş ofisiantlar. Hansı tərəfdədir? Şıxovda. Şıxovda. Özlərinin servisləri aparıb gətirir içəri şəhərdən. Harada yaşayırsınız? Funklorun yanından yox. Maçlar qəsəbəsində. Maçdağadan. Bəli. Hər gündən sadəcə içəri şəhərə gəlməniz lazım olacaq. Gəlib getmək məsələsi. Gəlib getmək məsələsi, saat məsələsi uzaqdır. Şəhərin o başı, bu başı məsələsi var. Yaxşı, iyi verin yanınızdakı cavan oğlana. Axşamınız xeyir. Axşamınız xeyir. Sürücülüklə bağlı. Sürücü. Sürücü olanlar yenə var mı burada? Sürücü var, sürücülərimiz var. Səidə xanım, sürücü ilə bağlı nə bizim boş yerimiz var, söyləyin. Hal-hazırda təcili olaraq ayaq sürücü xidmətinə lazımdır. Gecə smeni, axşam 6-dan səhər 6-ya kimi 300 manat əmək haqqı plus əlavə faizləri də olacaq. Ayıq sürücü. İşləyərəm. Siz gedərsiniz, gəlin zəhmət olmasın. Oğlan da əlini qaldırdı oradan. Gəlin. Ayıq sürücü. Aha, siz bir də əlinizi kim qaldırdı? Siz. Ayıq sürücüyə gedəcəksiniz. Amma mən sizdən xahiş eləyirəm. Proqramın sonunda, bax bu göndəriş vərəqələrini ki sizə verirəm. Proqramın sonunda Səidə xanıma gəlib yaxınlaşanda deyin ayıq sürücü üçün. Daha sual verməyin ki, mənim üçün nə işi olar? Danışdıq. Plastik qapı pəncərə yığmaq var mı belə? Hal-hazırda yoxdur. Reklamların zamanıdır. Reklamlardan sonra davam edəcəyik. Reklamlardan sonra talk showumuz davam edecek. Davam etmək istəyirik, amma mən istəyirəm ki bizim
belə deyim, Vəfa xanım mənim bir sualıma cavab versin, doktor Vəfa xanım. İşsiz olanda adam bir depresiya düşür. O depresiyadan çıxmaq qeyri-mümkün olur bəzi anlarda. Sözsüz ki, çıxış yoluna gələnə qədər. Bax, bu depresiya vəziyyətində olan insanlar üçün, bax, bu barədə istəyərdim danışasınız. Axşamınız xeyir olsun. Yəni, bugün danışacağım mövzu birbaşa bugünkü sizin demiyorlar ki, verilişinizlə çox sıx əlaqələrdir. Çünki burada əyləşən insanlar iş problemi üçün gəliblər, yəni işsizdirlər. Hər bir insanın öz yaşam tərzini, həyatını sürdürməsi üçün onun gərək maddi durumu normal olsun. Yəni insan əgər pulu varsa, maddi durumu normaldırsa, o insanlarda əhval-ruhiyyəsi də yüksək olur. Demək olar ki, heç bir xəstəlik keçirmirlər. Yəni insanlarda ən çox depresiya deyilən bir problem işsizlikdən, müəyyən bir itkiləri yol verildikdə baş verir. Yəni bugün insanlar bura müraciət ediblər. Biz sizlə birlikdə o insanların demək olar ki, dərdini əlac edə bilərik. Yəni siz onlara iş düzəldirsiniz, iş yerləri verirsiniz və biz də onların sağlamlığı ilə məşğul oluruq. Depresiya elə bir xəstəlikdir ki, insanlar hər bir yaşda o xəstəliyə tutula bilərlər. Lakin depresiyanın iki böhran dövrü, yaş dövrü vardır. Bir, yeniyetmələrdə daha çox təsadüf olunur, bir də yaşlı insanlarda daha çox təsadüf olunur. Qeyd etmək istərdim ki, əgər bu yeniyetmə dövründə olan insanlarda birdən-birə xasiyyətin dəyişməsi, əhval-ruhiyyə düşkünlüyü, özünə qapılma halları, valideynlərə qarşı laqeydsiz, ətraf mühitə qarşı laqeydssizlik, ümidsizlik, özünə dəyərsiz hesab etmə kimi hallar yaranırsa, təcili olaraq həkimə müraciət etmək lazımdır. Lakin bəzən elə olur ki, valideynlər bunu səhv qiymətləndirirlər, yəni uşaqlarının onları bezdirdiklərini söyləyirlər. Lakin valideynlər həkimlə bərabər bu problemin həllində çox iş görməlidirlər. Belə olan hallarda əgər yeniyetmə uşaqlarda bu cür depresyon hallar baş verirsə, onları təhqir eləmək, danlamaq yox, həkimə müraciət etmək və xüsusi bizə terapiya növləri vardır ki, yəni biz onlar yeniyetmədir, biz onların bədənlərini çox dərman maddələrlə zəhərlənmirik. Xüsusi aparatlarımız vardır ki, o aparatların köməyi ilə biz onlara sadəcə o yaş dövrünü formalaşması üçün müəyyən terapiyalar veririk və o vəziyyətdən qısa müddət ərzində tutara bilirik. Onda sizə müraciət edə bilər o valideynlər ki, artıq sizin övladınızla aranızda bir konflikt yaranır, yaşanır artıq. Mütləq müraciət edə bilərlər. Yəni burada deməklə əyləşən çoxlu insanlar vardır. Bəlkə də bu insanların demək olar ki, hardasa bir 90%-də depresyon halı vardır. Var, depresiya yaşayan var. Siz işə düzələrlər və bizə müraciət edərlər və biz sizə söz veririk ki, biz çox dərman maddələri istifadə etmirik. Yəni bizim iş prinsipimiz tamamilə başqa cürdür. Başqa klinikalardan, başqa hospitallardan bizim iş prinsipimiz fərqlənir. Çünki bizə çoxlu aparatlarımız vardır, xaricdən gətirilmiş aparatlar vardır. Biz dərmansız sürətdə aparatların köməyi ilə insanlara müalicə veririk və onlar 10-15 gün müddətinə seans qəbul edirlər aparatlarda. Onlarda olan stres, qorxu, həyəcan, təşviş, depresyon hallar tamamilə aradan qalır. Əla, təşəkkürümüzü bildiririk. Milana Hospitala, mənim əzizlərim, əgər depresiya halları yaşayırsınızsa, nevroza yaxınlaşırsınızsa, qoymayın ki, o etapı keçəsiz. Müraciət eləyin, Vəfa xanım hər zaman sizi qəbul etməyə hazırdır və mənim əzizlərim, çox insanlarımız var ki, onlar proqramımıza müraciət etməyiblər, amma özləri iş axtarırlar. Deməli, onda diqqətli olun, mənim telefon nömrələrini, qısa nömrələri diqqətinizə çatdırmaq istəyirəm. Baksel abonentləri sadəcə olaraq 686 yığırsınız və sizinlə, Səidə xanım, siz də mənə kömək eləyin, operatorlar sizinlə əlaqə saxlayacaqlar. 60-18-ə yığırsınız. NAR və Azərsel abonentləri diqqətli olun, nömrəni yadınızda saxlayın. 60-18 və bütün abonentlər 30-15-ə sadəcə olaraq iş sözünü yazırlar Səidə xanım, göndərirlər və sizinlə operatorlar əlaqə saxlayacaqlar. Səbirli olun, ola bilər həmin gün, ola bilər ertəsi gün sizinlə əlaqə saxlasınlar. Və artıq sayt var, fəaliyyət göstərir. İş tapmaq istəyənlər bu sayta daxil olursunuz. İştap.az. Saytın adını düzmü dedik Səidə xanım? Bəli. İştap.az saytına daxil olursunuz və iş tapmaq istəyənlər, bax, özünüzə uyğun olan iş yerlərini buradan tapa bilərsiniz. Belə, yenidən mikrofonumuz kimdədir? Aha, buyurun, zəhmət onun sözünüzü təqdim edin. Mənim 12 il stajım var.
Third class şofer. Böyük maşınlar sürmüşəm. Bütün kateqoriyalar var. Yəni böyük maşınlardan, yedəkli maşınlardan Liboy zürəsini sürmüşəm. Daima imkan var mı? Göndərə bilərsiniz mi arası? Elə ateliyə yönləndirək, inşallah oranın ateliyə kadrıyla danışsınlar. Hə, inşallah. Olsun, buyurun zəhmət olmasa. Buyurun zəhmət olmasa verin yanınızdakı verin, siz götürün siz. Aha, buyurun. Buyurun. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Mən də şofer üçün gəlmişəm. Sürücü. Bizim sürücü nə qədər yeriniz var Səidə xanım? Bir Ford Transit olan bəylər tələb olunur. Yəni özlərində. Bir Var? də ki ayaq sürücüdür. Bəli, bəli. Sizdə var? Ford. Ford Transit. Kimdəsə var? Özünüzün şəxsi Ford Transit maşınınız varmı? Yox, sürücü. Ayaq sürücü işləmək istəyirsizmi? Olar. Ayıq O zaman sürücü? ayaq sürücüyə Ayıq yönləndirin. sürücü. Problem olmazsa evdə, özünüzdə. Sağlığınız əl verəcəkmi ona? Narahat deyil. Əla. Buyurun, zəhmət olmasa verin. Gəlin bura zəhmət olmasa. Mən bu xanımların istəyirəm, biraz öncə də mənə söylədilər ki, xadimə ilə bağlı varmı iş yerləri? Ailəvi restoranlarda. Restoranlarda, aha. İkiniz bir gedərdiniz. İkinizə bir yerdə iş. Yolunuz hansı tərəfdəndir? Aha, siz gəlin keçin zəhmət olmasa. Verdim mi sizə? Aha, verdim. Siz Səidə xanımı gözləyib. Buzovna tərəfdən. Buzovna, Səidə xanım, xanımlar Buzovnadan hara gəlib Buzovnada keçirəndilər? hal-hazırda ev işimiz var. Həftədə 2 dəfədir. Hər dəfəsində 15 manat əmək haqqı verilir. İstəsəz Xeyr, elə yox. Ev işi istəmirsiniz. restoranlar ancaq 7-ci mikrorayon və Binəqədi ərazisində var. Gəlmək sizə nə qədər asan olacaq? Binəqədi rahat olar. Olar? Olar. Maaşı nə Binəqədi qədər? ərazisi. Xadimə qabiyan işidir. Saat 10-dan 10-a kimi iş vaxtı 10 manat əmək haqqıdır. Günah olmaz. Günah. Günah olmaz. Razısan, gedin. Allah bir-birinə deyirlər razısan. Allah sizi güldürsün. Buyurun zəhmət olmasa gözləyin Səidə xanımı, gözləyin və qalxın zəhmət olmasa. Keçin elə buradan keçin, keçin. Keçin qəşəng xanımlar, keçin. Buyur zəhmət olmasa sən cavan oğlan. Axşamınız xeyir olsun. Mən bir daha söyləmək istəyirəm. Əziz hal-hazırda bizə baxanlar, əgər ailə sürücüsü istəyirsinizsə, özdə xanım sürücü istəyirsinizsə, paşa zəhmət olmasa bu xanımı iri planda göstərək tamaşaçılarımıza. Və qaynar xəttimiz də efirdədir. Xanım neçə ilin, 9 ilin sürücüsüdür. Özünün yeni, təzə avtomaşını da var. Siz müraciət eləyə bilərsiniz. Proqramın sonuna qədər buradadır. Buyurun. Axşamınız xeyir olsun. Mən hansısa bir firmada fəhlə işi istəyirəm. Ancaq firma olsun da. Firma ya market fərqi yoxdur. Sifariş qəbul olundu Səidə xanım. Firmada fəhlə işimiz yoxdur. Daha öncə səsləndirdiyim kimi 28 ərazisində saat 10-dan 11-ə kimi 300 manat əmək haqqı ilə marketdə fəhlə işimiz var. Marketdə. Yerini bildiniz haradır? Bəli. Haranı dedi? 28 ərazisi. Və siz harada yaşayırsınız? Mən Başşəhər Zabrat qəsəbəsində. Gəlmək necə olacaq? Metroya gedər, metrodan da 28. Yaxın olar, bəli. Gəlib gedə bilərsiniz. Gedirsiniz, razısınız? Bəli. Aha, buyurun. Verin mikrofonu. Xanıma verin mikrofonu. Buyurun. Nuray xanım, bayaq xanım Buyurun. söylədi, Keçin, operator. gözləyin. Yəni mən o işi də işləyə bilərəm. Sürücü olarsa sürücü, olmazsa operator. Yəni ailə qurub boşanmışam, bir övladım var, hal-hazırda kiraya yaşayıram. Yəni o maaş məni qane eləsin də. Mən işləmək istəyirəm. Hamı siz deyəni deyil. Xanım? Bəli. 300 manat əmək haqqı istiqanə edirmi? Hamı siz deyəni deyir. Elə bilirsiniz ki, siz deyəni demirlər. Bəs iş hardadır? Operator işlərimiz bir neçə yerdə var. Əhmədli, Həzəslanov, İnqilab ərazisində. Boş yerlərimiz var, gəlin əyləşin. Fərqi yoxdur. Mən maşınlanam. Yəni maşınla gedib, maşınla gələcəm. Operator işlərinə yönləndirə bilərik. Ancaq əmək haqqısı ilk aylarda 300 olacaq. Bəs sonra artım olur da? Artım ola bilər. Təbii ki, sizin işinizdən asılıdır. Onda belə deyək də, verilişin axırına qədər oturaq. Əgər sürücü işə alınarsa alınır, alınmazsa yönləndirərsiniz. Olar. Sifariş qəbul olundu. Buyurun zəhmət olsun. Üzr istəyirəm. Bax, oradan 3-cü sıradan 2-ci əyləşən mikrofonu ötürün sizə. Niyə bir-birinizə baxırsınız? Mikrofonu ötürün ona. Aha. Buyurun. Axşamınız xeyir. Axşamınız xeyir. Mən keçən verilişdə gəldim, dedim bu Şamaxı rayonundan gəlmişəm. Dedim 3 ildir çayçı ya power köməkçisi. Əgər varsa iş barəsində. Sizi hal-hazırda efirdə də görürlər. Baxın, əziz belə deyim, restoran sahibləri, şadlıq evlərinin sahibləri neçə ildir işləmisiniz? 3 ildir.
3 ildir çayçı işləyib Şamaxıda. Şamaxı rayonu. Gözəl. Şamaxıda çayçı işləyib, deməli bu adamın artıq səriştəsi var. Əgər sizə lazımdırsa, zəhmət olmasa onu göstərin. Aha, lazımdırsa sizin restoranınıza, deyək ki, sizin belə deyim də kafeyə, çayçı lazımdırsa müraciət eləyin. Aha, mikrofon kimdədir? Buyurun. Axşamınız xeyir. Axşamınız xeyir. Xəzinədarlıq sahəsində uzun illər təcrübəm var. Bankda işləmişəm. Sahəsində bir işimiz yoxdur. Xəzinədarlıq? Olmazsa təhlükəsizlik sahəsində də. Yaşınız neçədir mənim? 47. 47. Mühafizə sahəsində işimiz ola bilər. Yəni bir neçə verilişdə bunu səsləndiririk, ancaq formanı özünüz alacaqsınız. Oldu. Aha. Verin, buyurun siz. Aha. Sürücü vakansiyası. Hal-hazırda mənim daha öncə səsləndirdiyim kimi 2 sürücü vakansiyamız aktivdir. Bir, özünüzün şəxsi Ford Transitiniz olmalıdır. Ya da ki, ayaq sürücü xidmətinə yönləndirə bilərik. Siz bura gəlmisiniz? Gəlin bura zəhmət olmasa, gəlin. Arxadan keçin, səliqəli. Gəlin, burada 2 nəfərlik yer var. Gəlin əyləşin. Aha, sonra...